Allah elinize bərəkət versin. Allah razı olsun. İkimizi bir yerdə görmək xoşdur biz izləyicilər üçün. Allah sizi Allah qorusun. razı olsun. Təşəkkür. Biz bir məclisdəydik. Mən sən izləyirəm da ancaq. Yəni sən izləmirsən. Mən izləmirsən, çıx canlıdan. Düz içimizdə Elvini məndən daha əvvəldən tanıyanlar var. Öyle də. Allah ikini də qorusun. Allah razı olsun. Biz bir məclisdəydik, bizə belə bir sual ünvanladılar. Şiə olmayan bir insan. Belə bir sual ünvanladı ki, bəs Qədirxum günü Cəbrail 2-3 dəfə Peyğəmbərə çatdırdı ki, risaləti insanlara desin, tamamlasın. Amma Peyğəmbər eləmədi. Sonuncu, yəni 3-cü dəfədə Cəbrail ki, israrla dedi ki, çatdır, bu risaləti tamamla. Ondan sonra risalət tamamlandı. Bu düz bir şeydir, yoxsa ümumiyyətlə bu haqqda biraz danışmanızı istəyirəm. Yəni sual verən bunu iddia edirdi ki, Məhəmməd Peyğəmbər Allahdan gələn bir xəbəri çatdırmaq, gedikdirmə var idi. Yəni orada nəyə görə idi bu? Yox, elə deyil. Ayədə ki, gəlir, bəlliğ mə unzil. Təbliğ elə mə o şeyi ki, unzil edilir, sənə nazil edilir. Burada unzilə keçmiş zamanda verilir. Yəni sənə bundan öncə nazil edilir. Bunun da mənası budur ki, nəinki Peyğəmbərə ayə gəlmişdi və Peyğəmbər bunu demirdi. Yox. Bunun mənası budur ki, yəni Peyğəmbər Qədirxumdan əvvəl sənə bu zatən gəlib. Yəni İslamın elə ilkin əvvəllərində, ilkin xilafət dövründə belə Peyğəmbər hər nədən danışırdı. Orada imamət mövzusunu da qabardırdı. Özündən sonra xəlifə İmam Əli əleyhissalam olduğunda deyirdi, dəfələrlə bunu da deyir. Sadəcə Qədirxum elə bir fürsət yeri idi ki, orada 120 min hacı var idi və burada bir də Peyğəmbər yenidəndir. Nəinki demir, demişdi. Sadəcə dediyi bir də Peyğəmbər. Bu mənada. Yəni gecikdirmə falan belə bir şey yoxdur da, sadəcə olaraq qarşı tərəfin iddiasıdır bu. TikTok altı profili. O videodan görüb gəlmişsən, ona cavab verdiyi bayaq. Digər bir sualım da bu idi ki, bayaq da çıxış elədi. Mən bu sualı keçən dəfə Müntəzin canlısında gördüm. İddia edən şəxs belə iddia elədi ki, şeytan iradə sahibidir ya yox. Siz də cavab verdiniz ki, bəli, şeytan iradə sahibidir. Bəli. Ay Warface profili. Bir dənə üzr istəyirəm. Bəli. Sən Warface profili gəlib aşağıdan Mongol yazmısan. Sənə bayaqlan telefonla öz nömrəvə zəng eləmişdim qaqaş. Sənə dedim gəl kişi kimi görüşək, üzbəüz oturaq, bir çay içək, bir söhbət eləyək. Bizə niyə Mongol deyirsən, bu barədə danış. Sən də dedin bütün ateistlərə Mongol demişsən. Dedim bax bütün ateistlərə mən Mongol deməmişəm. Sən bu məsələni demisənsə gəl oturaq bizə isbat et. Amma gəl görüşək, mən sənə isbat edim ki, sən Mongolsan. Mən bunu sənə dediyim halda, yerli rədd ol buradan deyib üzümə adlı verib incəb canlıda Mongoliya. Sən neçə yaşın var sənin qaqaş? Sənin bir 15-16 yaşın var? Buyur əziz qardaş. Xəyal. Bəli, siz canlıda cavab verdiniz ki, bəli, şeytanın iradəsi var. Bəli, var. Bəzi suallar var ki, o suallar biz cavab tapmaq istəyirik. Misalən deyək ki, mələk deyil də, siz iddia edirsiniz şeytan mələk deyil. Mələkdir? Yox, mələk deyil. Elvin qardaş bayaq da vurguladı ki, şeytan mələk deyil. Mələk deyil şeytan. Şeytanı bir sifət olaraq siz canlandırırsınız da, əsl qəbilənin adı iblisdir. Şeytanı sifət olaraq da canlandıra bilərik. Eyni anda Qəbilə adı cin, varlığın adı iblisdir. bax, iblisə şeytan deməyimizin səbəbi şeytansız sifətə sahib olmasıdır. Əslində qəbiləsi cin qəbiləsindəndir. Adı iblisdir. Yəni cindir də, şeytan cindir, belə deyək. Bəli. Və cinlərin də iradəsi var. İradə sahibidir. İradə sahibidirsə, biz məsəl üçün deyirik ki, mələklərdə ümumiyyətlə sual budur, mələklərdə də iradə varmı? Onda iradə Mələklər təyin olunmuş müəyyən məsələləri icra etməklə bağlı iradə sahibidirlər. Yəni misal üçün Quranda bu cür iradə deyəndə zehni olaraq belə bir şey. Məsələn, Bəqərə surəsinin 31-32-ci ayələrində Allah sual verir Allaha iradə ilə. Mən də onu demək istəyirəm ki, əgər bu iradə yoxdursa, nə üçün belə bir sual verilir? Zehni olaraq onlarda, yəni müəyyən məsələlər üzərində çox xırda. Bu zehnini biraz aça bilərik, yəni. Bu zehni bir şeydir də, yəni bir növ belə düşün ki, onun düşünmə qabiliyyəti var, amma qərar vermə qabiliyyəti yoxdur. Yəni istəsə pislik eləyə bilmir. Xeyr. Allah axı Quran o ayənin hətta ardı var axı. Allah deyir onlar deyir ki, ey Rəbbim, sənin bizlərə öyrətdiyindən başqa biz bir şey bilmirik.